Assalamu aleykum mənim əziz və hörmətli izləyicilərim. Mən Doktor Ağa Telmanoğlu. Dəfələrlə və demək olar hər gün sual verirsiniz ki, doktor, bizə enerji bombası de. Elə bir enerji içkisi deyin ki, hər gün bizə iş rejimimizdə enerji versin. Sizə deyəcəyim resept çox gözəl və həqiqətən də çox inanılmaz mükəmməl bir reseptdir. Və dostlar, bunu yerindəcə də qeyd edim ki, mən bugün bir neçə səhifədə öz paylaşımımı, öz araşdırmamı öz adlarında hətta yazıram. Deyir ki, mən yaşlı bir dayıdan öyrənmişəm deyə hicab bağlayıb din mövzusu altında özlərin dindar mələk sayanlar üzümə qarşı yalan deyirlər. Və xahiş edirəm, onlardan ricam budur ki, din pərdəsi altında gizlənməyin. Çünki dinimiz İslam dinidir. Halalçılığı sevən dindir. Demirəm sizə paylaşın reseptlərimi. Deyirəm ki, paylaşarkən adımı qeyd edin. Çünki ona əziyyət vermişəm, can vermişəm. Yəni, və harada da görsəniz dostlar mənim reseptimi, mütləqdir kommentarilərdə Doktor Ağa Telmanoğlu reseptidir deyə xahiş edirəm sizdən, qeyd edeyim. Götürürük bir xörək qaşığı bal, dolu olmayan xörək qaşığı, bir çay qaşığı kakos yağı, bir çimdik darçın, bir çimdik qara istiot. Qara istiot ona görə qoşuruq ki, qan dövranın yaxşı eləsin. Və bunu suya qarışdırıb ac qarnına sabah-sabah çay kimi də içə bilərik. Və ya qaşıqdan asta-asta sonra da bilərik. Dostlar, inanılmaz bir enerjidir. Mən hər zaman dostlarım mənə Doktor Ağa Telmanoğlu enerjisi deyirlər. Edin və mənə sağ ol deyin.